Pasiyentimizin 13 yaşı var. Onurğa müayinəsinə görə müraciət etmişdim. İndiyə qədər bir kurs fizioterapiyası müalicəsi götürüb skalyoza görə və rentgen şəklində birinci dərəcə skalyoz olduğu məlum olub. Biz təbii ki, bir ildən sonra bu xanım müraciət edib bizə və onurğa müayinəsini apararkən yenə skalyoz olduğunu aşkarladıq. Və biz təkcə onurğa müayinəsini deyil, eyni zamanda bu cür uşaqlarda skalyozu, kifozu olan uşaqlarda ayaq müayinəsi də aparırıq. Və bu pasiyentimizdən soruşduqda ayaq müayinəsi aparılmadığını dedim. Biz isə müayinə apararkən müəyyənləşdirdik ki, pasiyentimizdə yastı pəncəlik var. Çox yol yeriyərkən ayaqlarda, dizlərdə ağrı olduğunu dedi və eyni zamanda bu yastı pəncəliyin irsi olduğunu bildirdi. Və bu cür hallarda əgər biz ayaqda yastı pəncəliyi korreksiya etməsək, həm idmanlar, həm ayaqqabı içliyi ilə, supinatorlarla korreksiya etməsək, apardığımız skalyoz müalicələri də nəticəsiz, effektsiz olur. Və bu pasiyentdə bu dediyim sözlərə bir daha sübut etdi ki, həqiqətən də onurğa müayinəsi ayaq müayinəsi ilə bir yerdə kompleks şəkildə aparılmalıdır.